İzləyicilərim, hər vaxtınız xeyir olsun. Təcili satılan şəxsi tikili 4 sot torpaqda yerləşmiş əla bir həyət evi çəkib təqdim edirəm. Deməli, ev ümumi 4 sot torpaqda yerləşir. Av parkın arxasında 596 nömrəli avtobusun dayanacağından 20 metr məsafədə yerləşir. Baxın, qeyd edirəm, şəxsi tikilidir, 4 sotdadır. Qiymət çox əla bir qiymətdir. Yəni bazarda bu qiymətə belə bir ev yoxdur. Evin sol tərəfini görürsünüz. Qarşısı üstün ABS, 2 maşını rahat formada saxlaya biləcəyiniz həyəti. Avtobusa çox yaxın bir məsafədir. Evin arxasında burada bir 2 sotdan artıq torpaq sahəsi var. Bura bax. Gəl buranı çək göstər. Şəxsi tikili, kürsülü, qoşadaş, təmirli və əla bir qiymətdir. Qiyməti qeyd edəcəm. Çək göstər buraları gördün. Yer çox əla bir yerdir, hündür bir yerdir. Deməli, daxil oluruq evə. Saxla onu. Deməli, evə daxil oluruq. Bu hissələr istipoldur. Bax, yenə də qeyd edirəm, şəxsi tikili bir evdir. Gəl. Sanuz elimizdir, təmiri əladır. Burada əlavə bir boş yer var, yəni paltar yığılıb bura. Gəl, tez gəl. Qonaq otağıdır, iri bir qonaq otağıdır. Qonaq otağının bu tərəfində bir yataq otağı. Ümumi 3 yataq otağı var, bir qonaq otağı, bir də mətbəx. Burada iri bir mətbəxdir. Mətbəxin genişliyi çox əladır, yəni otur, dur. Tək onu yaxşı formada təqdim elə. Bir mərtəbə, 6-7 daş kürsülü, qoşa daş, təmiri yaxşı, 4 otaq, 4 sotda 110.000 manat. Demək olar ki, valla torpağın qiymətinə satılır. Yəni çox əla bir yerdir. Bu bizim bir otağımız. Bax, qarşıda bir dənə də yataq otağı var. Orada sadəcə uşaqlar yatıb deyilsə, çəkib göstərə bilmirik. Digər tərəfdə də bundan da geniş, təmiri bu vəziyyətdə olan bir ev var. Bir otaq da burada yerləşir. Gəl bura. Bir yataq otağı da burada yerləşir. Prosta orada uşaqlar var deyə çəkə bilmirik. Və qonaq otağı 110.000 manatdır. Sənəd bələdiyyə sənədidir. Evlə bağlı daha ətraflı məlumat almaq istəsəniz, baxmaq istəsəniz, bizim orada nömrəmiz var. Zəng edib məlumat ala bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.